Azərbaycandakı 2015-2016-cı il inflyasiyasından sonra 2017-2018-ci illərdə artıq Azərbaycanda olan biznesimi bağlamaq qərarına gəldim və sadəcə çıxış yolu xarici ölkəyə getmək, hər hansı bir büdcə əldə eləmək və yenidən Azərbaycana qayıdıb eyni biznesimi davam etdirmək idi. Bu planı qurduğumda prosesin necə olacağını xəyal belə eləmirdim. Sadəcə ağlımda bir fikir var idi. Mən xarici ölkəyə getməliyəm, buradakı problemlərimdən dırnaqarası qaçmalıyam və yenidən yeni nəfəslə qayıdıb yenidən qurmalıyam biznesimi. Bu mənim 8 il öncəki düşüncəm idi. Sadəcə 2 dənə seçim var idi qarşımda. Moskva və İstanbul. Moskvadakı ortam məni o qədər də qane eləmirdi. Qərara gəldim ki, İstanbula gedim. Amma orada heç kimi tanımırdım. Hara gedəcəyimi bilmirdim. Moskvada qohumlarım var idi, biboglarım var idi. İstanbulda isə bir neçə tanışım, dostum var idi. Moskvaya getmək qərarına gəlmədim çünki kimsə biri-birinə yaxşılıq eləyəndə deyir ki, mən sənə belə yaxşılıq elədim falan filan. Bu sözləri sonradan eşitməmək üçün xülasə mən İstanbula gedəndə nə ilə qarşılaşacağımı bilmirdim. Hansı işə gedəcəyimi belə bilmirdim. Sürpriz işlə qarşılaşdım. Plastik qabların geri dönüşümü idi. Dünyada olan ən bərbad iş deyə bilərəm mən ona. Natəmizlik. Sadəcə 4 dənə Afqan işləyirdi orada. Mən də Azərbaycanlı düşmüşdüm bunların arasına. Konteynerlərin içində yatırdılar tarakan, sıçan hər yerdə gecə vaxtı. Onların qabından yemək yedim. Təsəvvür əllə yeyirlər, pis gün, çox murdar şəkildə. Azərbaycandakı biznes sahibi olan bir insan Türkiyədə, İstanbulda özünü çox murdar bir cəmiyyətin içində tapmaq, həqiqətən bu mənə çox böyük bir təsir eləyirdi. Mən İstanbula gedəndə hardasa yalan olmasın $20 falan belə pulum var idi. Təsir eləməklik mənə təbii ki, geri qayıtmağa bir səbəb deyildi. İnanırsınız ki, bəzən elə olurdu ki, çıxırdım oradan, yəni vaxt olanda vaxtımız da olmurdu. Bütün günü zaten işləyirdi. Sanki zibilxanada işlənirdi, işləmirdi zibillik içərisində. Və bəzən orada vaxtım olanda çıxırdım, ətrafda market var idi, orada balaca belə popkeklər falan olurdu. İnanırsınız ki, indi yadıma düşəndə bəzən kövrəlirəm, yəni o anları yaşayanda. Məndə orada 5 lira olmurdu ki, mən ondan alım. Belə bir anlar hər bir insanın başına gələ bilər, hər bir insanın həyatında ola bilər. Lakin o anlar məni orada gücləndirirdi. Orada mənim inamımı, orada mənim iradəmi daha da gücləndirirdi. O mənə təbii ki, pis təsir eləyirdi, amma pis təsir eləməyin yanı sıra mənim iradəmi, mənim gücümü, mənim hədəflərimi daha da gücləndirirdi. Mən inanırsınız ki, orada 9 gün, 10 gün belə işlərim, dedim mən burada işləyə bilmərəm. Mən çıxıram işdən. İnanın ki, pulumu da vermədilər mənim orada. Yəni çıxmaq istədiyim gün dedilər 10 gün əlavə işlə, işləsən pulunu verərik, işləmirsənsə davay bas bayrağa. Qərara gəldim ki, cibimdə təbii ki, pulum yox idi. 10 gün daha işləyim orada. Ondan sonra oradan ayrıldım, getdim özümə iş axtarmağa başladım və qəzetlər var idi. 2017-2018-ci illərdən danışıram. Bu qəzetlərdə iş elanlarına baxırdım və qəzetlərin birində bir iş elanı gördüm. Katıq restoran, getdim, çox isti insanlar idi. Orada başladım, orada qalırdıq. Yəni 2-3 min liradan başladım, sonra 5-6 min liraya qədər qalxdı. Oradakı mənim işgüzarlığım, oradakı mənim etibarlılığım təbii ki, patronlar tərəfindən sayğı ilə qarşılanırdı. Onlar bizə ev də vermişdi, təbii ki, yataqxana kimi bir yer idi. Amma bu patronların yanında çox yaxşı hörmət, çox yaxşı izzət, dediklərimizi ikələmirdilər, hörmət eləyirdilər. Bir başqa Azərbaycandan gələn, burada əziyyət çəkib çalışan birisi olaraq, yəni hörmət eləyirdilər. Mən də təbii ki, onun qarşılığını 10 qatını verirdim, 100 qatını verirdim. Yəni, əgər sən də 25 yaşın və 20-nin üzərində fərqi yoxdur, yaşlardasansa, hal-hazırda nə edəcəyini bilmirsənsə, hər hansı bir başqa ölkəyə gedib orada başlaya bilərsən. Bu həyat çıxmalar, enmələrlə doludur. Bir dəfə çıxacaqsan, bir dəfə düşəcəksən. Milyonerlər belə, milyarderlər belə həyatları boyunca, bu biznes dövrləri boyunca dəfələrlə bankrot olublar, dəfələrlə yenidən başlayıblar. Ona görə də əgər bu videonu izləyirsənsə və mən heç nə eləyə bilmirəm, mənim əlimdən heç nə gəlmir, bu düşüncələri düşünürsənsə, yanılırsan, sən həqiqətən çox böyük potensiala maliksən. Sənin potensialını bəzən özün belə bilmirsən. Lakin bu potensialı ortaya çıxara bilmək üçün sən öz üzərində işləməlisən. Öz üzərində işləsən, öz potensialının sadəcə 1%-ni görsən, dünyadakı bütün eləyə bilmədiyin şeyi ağıla belə gəlməz. Yer kürəsində olan milyonerlərin qazandığı nailiyyətlərə sənin də əldə edə biləcəyinə inanarsan. Səndə olan potensialın 1%-ni əgər hiss eləsən özündə. Bunu aktivə eləmək üçün, o potensialı aktivə eləmək üçün nə etməlisən? Hal-hazırda əgər ətrafında
ətrafındakı insanlar belə qara-qara danışan insanlardırsa, qohum əqrabanda insanlar, ancaq qara-qara danışan insanlar, sənin bu gününlə sabahı arasında bir fərq yaratmayan insanlardırsa, o zaman deməli ki, sən ilk öncə ətrafı dəyişdirməlisən. Əgər məktəbdə oxuyursansa, əgər universitetdə oxuyursansa, ətrafında takıldığın, ətrafında gəzdiyin insanlara bax, dostlarına bax. Onlar sənə nə qatırlar? Əgər onlar sənə qatmaq əvəzinə səndə olanları sömürürlərsə, oradan qaçmalısan. O potensialı, səndə olan potensialı belə körərdir. Ona görə də sənin potensialın çox yüksəkdir. Mən əfqanların içində, orada zibilxanada işləyəndə ağlımda tutduğum sərhədsiz vizyonu hal-hazırda günbəgün yaşayıram. Mən orada nə hiss eləmişdimsə, mən orada nə istəyirdimsə, mən orada nəyə çatmaq istəyirdimsə, hal-hazırda yaşayıram və bunun daha yaxşısını belə yaşayacağam. Çünki əgər bir gün motivasyondan düşürsənsə, bir gün elədiyin hər nədirsə, onu bir gün ərzində sən eləmirsənsə, motivasyondan düşürsənsə, problem yoxdur. Sabah yenidən başla. O zəncir qırmaq deyil. Bir il ərzində, bir ay ərzində, 5 il ərzində elədiyin əgər zəncir qırılacaqsa, o zəncir uzun müddət eləməsən, səni körərdəcək və o zəncir qırılacaq. Əgər bir gün motivasyondan düşsən, problem yoxdur. İnsanı, sən robot deyilsən. Motivasyondan da düşə bilərsən, sən bir gün pulun olmaz, acı da qala bilərsən. Amma bu prosesdir. O sənin hal-hazırki A nöqtənlə getmək istədiyin B nöqtə arasında olan bir prosesdir. Bu prosesdə sən acı da qala bilərsən. Bu prosesdə sən dostundan bıçaq yarası da ala bilərsən, dırnaq arası. Bu prosesdə sən evdə atan-anandan dəstək almaya da bilərsən. Bu prosesdə sən sevgilindən də ayrıla bilərsən. Bu prosesdə sən qəza da edə bilərsən. Bu prosesdə sən hər şey başına gələ bilər. Amma bu prosesdir. Əsas sənin hara getməyin önəmlidir. Gedəcəyin yol, necə gedəcəyin heç önəmli deyil. A nöqtəsindən başlamısansa, B nöqtəsinə çatmağın da əsas. Bu videonun məqsədi mən 8 il bundan əvvəl ən pis halda belə, ən pis insanların, ən murdar insanların, ən natəmiz insanların ətrafında olduğum anda fikirləşdiyim düşüncələr hal-hazırda onları yaşayıram və o hədəfləri həyata keçirmək üçün çox əziyyətlərə qatlanmışam və sən də əgər mənim 8 il əvvəlki vəziyyətimdəsənsə, nə edəcəyini bilmirsənsə, sadəcə əgər rayondasansa, gəl Bakıya, orada bir iş tap, başla işləməyə. Dostu var, tanışı var, qohum əqrabı var. Kimə ərkin çatırsa onlardan kömək istər sənə iş tapmaq barəsində. Amma əgər Bakıdasansa, çıx Avropaya get və ya da Dubaya gəl, heç fərqi yoxdur. Moskvaya get, İstanbula get. Amma nəsə etməlisən. Bu gündən sabahın arasında fərq olmalıdır. Ona görə də əgər 25 yaş üzərindəsənsə, hal-hazırda nə edəcəyini bilmirsənsə, sadəcə düzgün düşüncə tərzini həyata keçirməlisən. Sadəcə hal-hazırda eləyə biləcəyin şey, əl və vərəq, ruçka alıb hara getmək istədiyini yaz.